Yaxın günlərdə ABŞ-ın vitse-prezidenti Ermənistana və Azərbaycana səfər edəcək və bu səfər çərçivəsində yəqin ki, əlaqələrdən, diplomatik münasibətlərdən, eyni zamanda qarşılıqlı əməkdaşlıqlardan söhbət gedəcək. Bir qrup vətəndaş cəmiyyəti, müxalif və müxalifət kəsimi həmin vitse-prezidentə məktub ünvanlayıb ki, görüşünüz zamanı siyasi məhbus məsələsini də vurğulamağınız və yaxud da bunu müzakirə eləməyinizi sizdən xahiş edirik. Bu sadəcə bir xahiş, yalvarış deyil. Eyni zamanda bu bir o dövlətdə yaşamış, o dövlətin tərkibində olmuş insanların həm də haqqıdır. Çünki ABŞ gəlib Azərbaycanla əməkdaşlıq eləyəndə İlham Əliyevin şəxsinə görə əməkdaşlıq eləmir. İlham Əliyevin bu dəqiqə sahib olduğu resurslara görə əməkdaşlıq eləyir. Həmin resurslar da Azərbaycan xalqının resurslarıdır, bir. Digər tərəfdən də demokratik olduğunu iddia eləyən və demokratik dəyərləri qoruduğunu iddia eləyən bir dövlət başqa bir dövlətlə əməkdaşlıq eləyəndə onun demokratik olub-olmamağını da nəzərə almağa borcludur. Çünki o özü demokratikdir və başqa birinin sadəcə demokratiya pərdəsi adından o xalqın sərvətini, digər şeyləri necə gəldi mənimsəyə bilməz.